Nur şəhəri növbəti dəfə gənc istedadın uğruna şahidlik edib. Mingəçevirdə yerləşən 3 saylı orta məktəbin 5-ci sinif şagirdi Mehriban Əhmədli şahmat üzrə keçirilən Azərbaycan çempionatında 7-ci dəfə ölkə çempionu adını qazanıb. Bu uğuru xüsusilə diqqət çəkib. Belə ki, Mehriban Əhmədli ölkə birinciliyi başa çatmasına bir tur qalmış çempionluğunu rəsmiləşdirilib. Mingəçevirli qızcığazın uğurları təkcə ölkə səviyyəsi ilə məhdudlaşmır. O, indiyənədək 2 dəfə ənənəvi şahmat üzrə Avropa çempionu, həmçinin rapid və blitz növlərində 2 dəfə dünya çempionu tituluna layiq görülür. Həyəcan var idi, amma rəqiblərim də 1 yaş məndən böyük idi. 12 yaşlarda oynuyordum. Buna baxmayaraq 9 oyundan 8 yarım topladım. İlk başda yaxşı gedirdim, 7-də 7. 8-ci turda heç-heçə elədim və son turda qalib gəldim, çempion oldum. Sadəgül, Əfəndi Sadəgül. Onunla mən 7-ci turda düşmüşdüm və qalib gəldim. Mehriban Əhmədlinin uğurları sıralanmasında müəllimlərin əməyi ilə yanaşı valideynlərinin dəstəyi də xüsusi rol oynayıb. 7 qat ölkə çempionunun anası Vüsalə Mustafayevanın qızı qazandığı uğurları, sevincli anları əməkdaşlarımızla bölüşüb. Təbii ki, bir valideyn kimi bu hissləri ifadə etmək çox çətindir. Arzu olunan, çox böyük sevinç və duyğusal anlar yaşadan bir hisslərdir. Son illər gözləyirdim, çünki artıq Mehriban yaşının az olmasına baxmayaraq şahmatçı kimi bir neçə ilin təcrübəsinə malikdir. Bu qədər mütəmadi uğurlu nəticələr və peşəkar şahmat fəaliyyəti məndə artıq bir balaca alışqanlıq yaratmışdı. Mehribanın bu nailiyyətini gözləyirdim ki, Mehriban bu ildə 7-ci dəfə Respublika birinciliyini təsdiqləyəcəkdir. Qeyd edək ki, şahmat üzrə 7 qat Azərbaycan çempionu Mehriban Əhmədlinin bu il iyun ayında Gürcüstanda keçiriləcək dünya çempionatı və noyabr ayında Yunanistanda gerçəkləşəcək Avropa çempionatı gözləyir. Onu bu yarışlarda uğurlu çıxış edib yüksək nəticələr əldə edəcəyinə inam böyükdür. Kamran Əskiparalı, Rəvan Məmmədli. Bugün informasiya proqramı üçün.